Hello everyone, hər kəsə salam. Əziz 5-cilər, növbəti izah videomuzla qarşınızdayıq. Bugünkü izahımız Around the World, dünya ətrafında olacaq. Gəlin başlayaq. İlk öncə bizi belə bir artikl qarşılayır, məqalə qarşılayır. Həmin məqaləni oxuyaq, tərcümə edək və daha sonra tapşırıqlarını yerinə yetirərik. Around the World, dünya ətrafında. Clothes for the extreme. Ekstremal şərait üçün geyimlər. How to dress in the desert. Səhrada necə geyinməli? My name is Ahmed Mustafa Abu Rabia Sulaym and I am a 30 years old Bedouin from Arabian desert. Mənim adım Əhməd Mustafa və Rabia Sulaymdır. Mən 13 yaşlı Ərəb səhrasından olan bədəviyəm. I am an artist and I'm sending two of my picture. Mən rəssamım və 2 şəklimi göndərirəm. They show the type of clothes what we wear in our community. Onlar bizim cəmiyyətimizdə necə geyindiyimizi göstərir. Onlar deyəndə geyimləri nəzərdə tutur. In this picture, my brother Abdullah is next to one of our camels. Bu şəkildə qardaşım Abdullah dəvələrimizdən birinin yanında dayanıb. But wait, amma gözləyin. Is Abdullah wearing a dress? Abdullah paltar geyinib? Yes, he is, because it's very hot in the desert. So we wear those clothes. Bəli, çünki səhrada çox isti olur. Ona görə də biz bol paltarlar geyinirik. We all wear dresses. Women, girls, boys and men. Biz hamımız paltar geyinirik. Qadınlar, qızlar, oğlanlar və kişilər. He is not wearing a hat on his head, but hutra. Deməli, başında papaq deyil, kəfiyə taxıb, kəfiyə bu başlarına taxdıqları o hutra adı verilən bir geyim növüdür. This protects his head from the sun. Bu onun başını günəşdən qoruyur. He's wearing sandals too because the sand is very hot. O həmçinin sandal geyinib çünki qum isti olur. Deməli, burada da bir yazı var. Every month we have a new article about clothes and culture. This month we are talking to Ahmed Mustafa. Deməli, hər ay bizim yeni məqaləmiz olur geyim və mədəniyyət haqqında. Bu ay biz danışacağıq Əhməd Mustafadan. Biz Əhməd Mustafa haqqında, bu şəkildə gördüyümüz şəxs haqqında danışdıq. Gəlin indi növbəti paragrafı tərcümə edək. And what are the people doing in this picture? Bu şəkildə nə edirlər? Bu şəkildə insanlar nə edirlər? It's end of the day and the men are sitting and listening to traditional stories. Günün sonudur və kişilər oturub ənənəvi hekayələr dinləyirlər. Some are wearing coats or forwas because the nights are cold. Bəzi insanlar kot, yəni qalın üst geyim, kot və forva geyiniblər. Forva nədir? Uşaqlar, onu tam Azərbaycanca qarşılığı yoxdur zənnimcə. Varsa əgər siz şərhlər bölməsində öz fikrinizi yaza bilərsiniz. Deməli, bu nədir? Qara yun paltardan, daha doğrusu materialdan tikilmiş bir geyimdir. Axşamlar, gecələr soyuq olduğu üçün bunu geyinməyi tərcih edirlər. Əsasən Səudiyyə Ərəbistanı, Qətər və Bədə kimi körfəz ölkələrində milli geyim kimi istifadə olunur. Ənənəvi ərəb yun paltarı deyə bilərik biz buna, çünki birə-bir qarşılığı yoxdur dilimizdə.
Belə, səhrada gecələr hava soyuyanda kişilər həmin o yun fırvanı geyinirlər və oturub hekayələr danışırlar. Daha sonra davam edirik. Who is the woman wearing a black dress? Qara paltar geyinən qadın kimdir? And what is she doing? Və o nə edir? Well, that's my aunt Ayşə and she is working. Yaxşı, o mənim bibim Ayşədir və o işləyir. She is bringing water to the camp. O düşərgəyə su gətirir. Bəli, tapşırıqlar ilə davam edirik. Gəldik ilk tapşırığa. Exercise 1. Look at the article, the titles and images. Then answer the question. Check the correct answer. Deməli, məqalə başlıqlarına və şəkillərinə baxın, düzgün cavabı işarələyin. Gəlin baxaq. What do you think the article is about? Məqalə nə haqqındadır? Families and traditions in the desert. Səhrada ailələr və ənənələr. Water in the desert. Səhrada su. People's clothes in the desert. Səhrada insanların geyimləri. Deməli, doğru olan variant təbii ki, bu variantdır. Çünki biz həmin o artikelda ancaq geyimlər barəsində məlumatlar oxuduq. Gəldik növbəti. Read the article quickly. Check the words in article. Məqaləni tez oxuyun və yoxlayın, mətndə keçən sözləri işarələyin. Gəlin baxaq. Birinci mətndə dress, yəni paltar sözü işlənmişdi. Glasses, eynək sözü işlənməyib. Pants, şalvar sözü işlənməyib. Jacket sözü işlənməyib. Coat işlənib və clothes da, yəni geyimlər də işlənib. Davam edirik. Üçüncü tapşırıqda həmin hekayənin dinləməsi var. Onu dinləyindir və cavablara, suallara daha doğrusu cavab verin. Mən sizin üçün artiklı oxudum, yəni məqaləni oxudum və tərcümə etdim. Elədirsə gəlin yazaq. Birinci tapşırığa baxırıq, daha doğrusu dördüncü tapşırığa baxırıq. Əhməd is sending his picture to the magazine. Əhməd öz şəklini yəni jurnala göndərir. 2-də Abdullah are sitting and listening to stories is wearing dress and qutra. Abdullah nə edirdi? Orada paltar və qutra geyinmişdi. Abdullah baxın. Yəqin ki, bu şəkildəki insandan söhbət gedir. Daha sonra the men, kişilər nə edirdi? Are sitting and listening to the two stories. Ayşə nə edirdi? Is working. İşləyirdi. Davam edirik. Read the article again. Decide if sentences are true or false. Məqaləni yenidən oxuyun və qərar verin. Hansı düzdür, hansılar yanlışdır. İlk cümləyə baxırıq. Abdullah is an artist. Yanlış idi bu, false-dur. 2-yə baxırıq. In desert, women wear dresses and men wear pants. Deyir ki, səhrada qadınlar paltar geyinir, amma kişilər şalvar geyinir. Bu da yanlış idi. Hamısı paltar geyinirdi. Ona görə false olacaq. 3-ə baxırıq. Hats are common to protect from the desert sun. Deməli, bu da yanlış sayıla biləcəklər. Çünki onlar nə geyinirdilər? Kəfiyə istifadə olunurdu, düzdürmü? Kəfiyə papaq kimi gedirsə, bunu doğru saymaq olar. Yox, əgər hər ikisi fərqli mənalarda işlənibsə, bu cümlə yanlış olacaq. Gəlin indi mətnimizə baxaq və cümlənin doğruluğunu və yaxud da yanlışlığını təsdiqləyək. Baxırıq, baxın burada deyir ki, he is not wearing a hat on this hat. Onlar başlarına papaq geyinmirlər. Yəni, o qutra deyilən həmin o geyimi geyinirlər. O səbəbdən bu variant bizə doğru olmayacaq. Çünki onlar papaq yox, qutra deyilən həmin o geyimi geyinirlər. Daha sonra sandals protect your feet from the hot sand. Bu doğrudur. Deməlidir ki, sandallar onların ayaqlarını, sənin ayağını daha doğrusu isti qumdan qoruyur.
5-ə baxırıq. Nights are always hot in desert. Gecələr səhrada həmişə istidir. Xeyr, bu da yanlışdır. Daha sonra Bedouin women are responsible for getting water. Deyir ki, bədəvilərin qadınlarında, oradakı yaşayan qadınlar su gətirməkdən məsuldular. Yəni su gətirmək onların öhdəliyindədir. Biz burada tekstdə də gördük ki, orada Ayşə nə edirdi? Kampa, yəni onların düşərgəsinə su gətirməklə məşğul idi. Bu deməkdir ki, o zaman bu cavab true, doğru olacaq. Gəldik növbəti tapşırıq words in context. Complete the sentences with the words below. Deməli biz bu sözləri, verilən sözləri doğru cümləyə qoymalıyıq cümlələrə. Elədirsə qoyaq və cümlələrimizi tamamlayaq. Bəli uşaqlar, mən sözləri yerlərinə qoydum. Gəlin baxaq, oxuyaq görüm. Düz qoymuşammı? People wear coats to protect from cold temperatures. İnsanlar kotu nə üçün geyinirlər? Soyuq havalardan özlərini qorumaq üçün. The Bedouins usually wear loose clothes because it's hot in the desert. Deməli, bədəvilər nə geyinirlər? Enli, geniş paltarlar geyinirlər səhrada, çünki çox isti olur. People wear sandals in the summer, not shoes or sneakers. Deyir ki, insanlar sandal geyinirlər, ya ayaqqabı və yaxud da idman ayaqqabısı geyinmirlər. The sand in the desert is very hot and it's difficult to walk there. Desertdə, yəni səhrada qum çox isti olur, ona görə burada gəzmək çətindir. People don't wear coats when it's hot. İnsanlar kot geyinmirlər isti olanda. Gəldik səhifənin sonuna və sonda bizə think hissəsi verilib. Həmin o think, yəni düşün hissəsində görək bizdən hansı sual soruşulur? Do clothes reflect our personality and culture? Personality şəxsiyyət deməkdir, şəxsiyyətimiz our personality, culture isə mədəniyyətimiz deməkdir. İndi burada bizdən soruşulur ki, geyimlər şəxsiyyətimizi və mədəniyyətimizi əks etdirirmi? Bu haqda mən öz düşüncəmi yazacağam. Siz də mənim yazdığımdan yola çıxaraq öz düşüncənizi yaza bilərsiniz. Bəli uşaqlar, mən öz fikrimi yazdım. Burada siz də həmin fikirdən yola çıxaraq öz fikirlərinizi yaza bilərsiniz. Eynisini yox, amma oxşarını yaza bilərsiniz məncə. Gəlin baxaq mən nə yazmışam. Do clothes reflect our personality and culture? Yes, clothes can show our personality and culture. Bəli, geyimlər bizim şəxsiyyətimizi və mədəniyyətimizi göstərə bilər. Some people like to wear colorful clothes. Bəzi insanlar rəngarəng geyimləri sevirlər. They are happy and friendly. Onlar xoşbəxt və mehribandırlar. Mehriban olurlar daha doğrusu. Some people wear simple clothes. Bəzi insanlar isə sadə geyinirlər. They are quiet and calm. Onlar sakit və sakit təbiətli olurlar. Calm burada yəni sakit təbiətli, yəni yumşaq xarakterli belə mənası bu şəkildədir. In different countries people wear different clothes. Fərqli ölkələrdə insanlar fərqli geyimlər geyinirlər. For example, məsələn, in Azerbaijan people wear traditional clothes on holidays. Məsələn, Azərbaycanda insanlar bayramlarda milli geyimlər geyinirlər. In Japan, people wear kimonos. Yaponiyada isə insanlar kimono geyinirlər. These clothes show their culture. Bu geyimlər onların mədəniyyətini göstərir. So, clothes can tell us about people and their country. Belə ki, geyimlər insanlar və onların ölkəsi haqqında bizə məlumat verir. Bəli uşaqlar, bu tapşırığı da yerdə yetirdiyimizə görə davam edirik növbəti səhifə ilə. Burada bir speaking bölməsi qarşılayır bizi və bu bölmədə bir dinləməmiz var. Gəlin həmin dinləməni dinləyək və daha sonra tapşırıqları yerinə yetirərik. Hi, Georgia. Are you wearing a new sweatshirt? Yeah, it's my brother's. Do you like it?
Not really. I prefer your red sweatshirt. Well, that's my favorite. But this sweatshirt is nice. I guess it's a bit big. Really? Yes, and I think it's really old. You're right. What are you doing? I'm changing my sweatshirt. Bəli uşaqlar, dinləməni etdik. Gəlin indi oxuyaq və tərcümə edək. Hi Georgia, are you wearing a new sweatshirt? Salam Georgia, yeni sweater geyinmisən? Yeah, it's my brother's. Do you like it? Bəli, o mənim qardaşımındır. Bəyənirsən? Not really. I prefer your red sweatshirt. Elə deyil. Yəni elə də yox. Mən sənin qırmızı sviterini daha üstün tuturam. Yəni daha çox bəyənirəm. Well, that's my favorite. O mənim, yəni ən sevimlimdir. But this sweatshirt is nice. Amma bu sweater gözəldir. I guess it's a bit big. Məncə o biraz böyükdür. Really? Doğrudan? Yes, I think it's really old. Bəli, məncə bu çox köhnədir, daha doğrusu. You are right, sən haqlısan. What are you doing? Sən nə edirsən? I'm changing my sweatshirt. Mən sweatshirtimi, yəni sweaterimi dəyişirəm. Bəli uşaqlar, dinləməni də etdik, dialoqu da oxuduq, tərcümə də etdik. İndi isə gəlin tapşırıqlarını yazaq. Living English, complete a mini dialogues with the expressions below. Deməli, bizə burada sözlər verilib və biz həmin sözləri dialoqda düzgün yerlərinə qoymalıyıq. Gəlin tərcümə edək. Do you like my new sneakers? Sən mənim yeni sneakerlərimi bəyənirsən? Yəni idman ayaqqabılarımı bəyənirsən? No, I prefer your old ones. Yəni digər köhnələrini daha üstün tuturam. Yəni köhnələrinə daha çox üstünlük verərəm. Köhnələrini daha çox xoşlayıram mənasında. I prefer your old ones işlədə bilərik. Daha sonra do you like my pants? Mənim şalvarımı bəyənirsən? O da deyir ki, sorry, yəni üzr istəyirsə deməli not real olacaq, düzdürmü? Not really. Yəni ki, o qədər də deyil, düzü yox, düzü bəyənmirəm. I don't like green pants, yəni mən yaşıl şalvar xoşlamıram. Where is my new sweater? Mənim yeni sweaterim hardadır? I don't know. I guess in the closet. I guess də bura uyğun gəlir. Yəni məncə o dolabda ola bilər. Bəli, bu tapşırığı da bitirdiyimizə görə davam edirik. Bəli, növbəti tapşırıqda isə bizə listen to the dialogue again, then practice with a partner. Dialoqu yenidən dinləyin və partneriniz ilə praktika edin. Yəni praktika eləməyimiz istənilir. Və daha sonra role play a new dialogue. Follow the steps. Birinci deməli bu addımları tamamlamalıyıq. Yeni dialoq qururuq. Öz dostumuzla, sinif yoldaşımızla və bu addımları tamamlamalıyıq. Take a picture of your friend in nice clothes. Deməli, öz dostunu gözəl bir paltarda şəklini çəkirsən. Change the words in blue to write a new dialogue in your book. Deməli, notebook. Burada mavi ilə verilən sözləri dəyişdirə bilərsiniz. Məsələn, burada sweatshirt veribsə, siz pants və yaxud da sneakers eləyə bilərsiniz. Baxır indi orada sizin partneriniz ilə hansı geyim üzərində danışmağınıza, yəni onu istəməyinizə baxır. Practice your dialogue with a partner. Yəni, praktika edirsiniz öz partnerinizlə. Present your dialogue to the class. Və həmin dialoqu sinifə göstərirsiniz, sinifə sunursunuz. Yəni. Belə, bugünlük də uşaqlar tapşırıqlarımızın sonuna gəldik. Növbəti izahlarda görüşmək ümidi ilə. Hələlik.